Ağızdaxili yaralarda dental gel və qarqara elədiyimiz məhsullardan hansı ki, biz onları istifadə edəndən sonra nəsə qida falan qəbul edəndə o istər-istəməz daxilə gedir də. Həqiqətən effektini verir o, yoxsa? Niyə vermir ki? Buradakı məsələ, misal üçün, sənin ağzında stomatit var. Ağız daxili yaran var, ağızda gerpesin var, ağzın içində. Gerpes var, stomatit var, ondan sonra qaynar su çay içmirsən, yara olub, protez qoymuşsan, protez diş damağı döyüb, yara olub. Bu problemləri aradan qaldırmaq, ondan əlavə stomatolog getmirsə diş müalicəsi elətdirməyə, o sənə yaza bilir, qarqara yazır, ondan sonra qarqara nədir? Antiseptikdir də, təmizləyicidir. Bunu niyə yazır? Tutaq ki, misal üçün, sən bu saydığın problemlərin varsa, damağı protez dişin döyübsə, ağzında stomatitin varsa, ağız daxili yaraların varsa, diş diblərini çirk eləyibsə, onda sən bu iki vasitə var, Aftingel, bir də Yosek 1%li. Bu ikisi bir yerdə təxminən 15 manat tutur və bütün apteklərdə var. Hansı aptekdə olmasa, deyin gətirsinlər, aptek zaten siz xahiş eləsəz ki, depolardan götürün, bizə gətirin, satın, aptek onu eləyəcək. Biraz da yaxın atdım. Bu ikisi, Aftingel və Yosek. Yosek nə? 1% Yoseklə 3 dəfə qarqara eləyirsən. Su qatmırsan, sadəcə özündən qarqara elədin, gün ərzində 3 dəfə və yarım saat gözləyirsən. Yarım saat gözlədikdən sonra Aftingeli çəkirsən, həmin o problemi olan nahiyənin üzərinə. Və bunun üstünlüyü nədir? Bu belə tübikdir və arxasına basandırıb qabağa çıxır. Buradan barmağın ucuna qoyub, digər vasitələri barmağın ucuna qoyursan, sonra çəkirsən. Və əlini yumamış halda ola bilər və yaxud yusan da tam mikroblu getməmiş ola bilər. Ona infeksiya keçə bilər yarıya. Amma bu tam steril şəkildə arxa dişənə görsən, buradan qoyanda gör hara qədər gedir. Arxa dişə, ağıl dişinə qədər gedir. Buradan ağzının içi ilə salırsan və bir dənə sıxırsan qoysan. Protezdə də problem varsa əgər, protezin içinə yaxırsan belə, keçirirsən ora şaq oturdu və salam. Bununla da müalicə olunursan artıq. Steril şəkildə özünü də qoruyaraq, qaş düzəldilən yerdə göz çıxartmayaraq rahat eləyirsən və bütün apteklərdə ikisi bir yerdə 15 manat, bu çox böyük pul deyil, amma sən çəkdiyin zülüm tez bitir. 2-3 gün ərzində o problemi aradan qaldıra bilirsən. Hətta diş həkimindən sonra istifadə edə bilərsən, diş çıxarılıbsa əgər, onda da istifadə edə bilirsən. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın və videonu bəyənib paylaşmağı unutmayın. Hələlik sağ olun.